Bu videoda da homogen qarışıqların ayrılma üsullarından biri olan xromatoqrafiyadan bir nümunəyə baxacağıq. Xromatoqrafiya odur ki, qarışıqdakı maddələr başqa bir maddə səthində adsorpsiya olunur, udulur. Amma adsorpsiya udulma sürətləri və ya qabiliyyətləri fərqli olmalıdır. Biri adsorpsiya olunursa, digəri olunmamalıdır və ya gec olunmalıdır ki, bir-birindən ayrılsın. Burada bir misal, məsələn, götürmüşük su ilə qələmin mürəkkəbinin qarışığı bu stəkanda. Görürsüz, göy rəngli bir məhluldur. İndi onu digər qabda isə, burada isə kömür əzilmiş, üyüdülmüş kömürdür. Kömür bilirsiniz ki, məsaməli bir maddədir və tökürük onun üzərinə və kömürdən keçirir. Bütün su süzən aparatların tərkibində bilirsiniz ki, kömür var və su həmin kömürdən keçir. Bu zaman nə olur? Baxın, buradakı göy maddə kömür tərəfindən görürsünüz, tutulur, adsorpsiya olunur. Amma su isə, şəffaf su isə qaba süzülüb tökülür. Və beləliklə biz neynədik? Suyu, bax bu qabda su yığıldı, burada isə kömürün içərisində isə həmin o göy maddə, pigmentlər ilişib qaldı. Beləliklə biz su ilə pigmenti bir-birindən ayırmış olduq. Bu da homogen qarışıqların ayrılmasına aid başqa bir nümunə.